Koordinat oxunda iki nöqtə arasındakı məsafə. Elə burada verilən, məsələn, -2 və -6 nöqtələr arasındakı məsafəyə baxaq. Deməli, qayda belədir ki, həmin nöqtələrin koordinatları fərqinin moduluna bərabərdir. Yəni, -2 minus -6-nın modulu bərabərdir. -2, 2 dənə mənfi müsbət olur. O da bərabərdir modul 4, o da bərabərdir 4-ə. Yəni, baxaq, koordinat oxunda da -2-ni qeyd etsək, -6-nı qeyd etsək, görürük ki, 1, 2, 3, 4. Onlar arasındakı məsafə oldu 4. Yəni, fərq etmir. Hansından istəsək də, -6, -6 minus -2. Bunun da modulunu yazsaq, bərabərdir modul -6 üzərinə gəl 2. Modul -4, o da 4. Gördünüz, hər iki halda 4-ə bərabər oldu. Yəni, fərq etmir. Hansından hansını çıxasız, cavab hər ikisində də eyni olacaq. 8-də nöqtələrin koordinatlarını yazın. Əsasən iki nöqtə arasındakı məsafəni tapın. Deməli, A nöqtəsinin koordinatı yazırıq. A, -8. B nöqtəsinin koordinatı -4. Bunlar arasındakı məsafə modul -8 minus -4. O da bərabərdir. -8 üzərinə gəl 4. Modul -4. O da 4. Yəni, AB arasındakı məsafə A variantında 4-ə bərabər. Burada B bəndində C-nin koordinatı -6. D-nin koordinatı 2. Yenə -6 minus 2-nin modulu. Modul -8. O da bərabərdir 8. Burada şəklə baxanda baxarsınız ki, 1, 2, 3, 4 yox. Görürsünüz, 2, 2, 2 vahid, 2 vahid artıb deyə 2, 4, 6, 8 olur yenə də. C bəndində isə Y-nin koordinatı -3, F-in koordinatı 9, -3 minus 9-un modulu, modul olur -12, o da bərabərdir 12. Burada da görürsünüz, bax 3, 3 alacaq. 3, 6, 9, bu da 12. Koordinat oxundan verilmiş nöqtələr arasındakı məsafəni tapın. 9-un da yenə eyni qayda ilə yazırıq. A bəndində modul -2 minus -8 olacaq. -2 üzərinə gəl 8, o da bərabərdir modul 6, yəni 6. B bəndində -5 minus 5-in modulu, o da bərabərdir modul -10, bərabərdir 10-a. C bəndində modul 0 minus -6, o da bərabərdir 0 üzərinə gəl 6, o da bərabərdir modul 6, o da 6. D bəndində 1 minus -3-ün modulu bərabərdir 1 üzərinə gəl 3 olacaq. Modul 4, o da 4-ə bərabər. Kimin fikri doğru deyil? Burada deyir, A bərabərdir 2, B bərabər. Baxaq, əvvəlcə Səbinənin sol tərəfi yoxlayaq. Yəni, -2 üzərinə gəl 6 bərabərdir 4 edir. İndi B minus 6-nı, A-nı yoxlayanda isə 6 minus 2 bərabərdir 4 edir. Bəli, Səbinənin fikri doğrudur. Çünki toplananların yerini dəyişdikdə cəm dəyişmir. Çünki biz bunu da B üzərinə gəl -A kimi yazırıq. Yerlərini dəyişsək, -A üzərinə gəl B olur. Bu Səbinənin fikri doğrudur. Elxanın fikrinə baxaq. Elxanda -2 minus 6 -8. Digərində isə yazırıq -2 minus 6, bu da olur -4, o da bərabərdir 4. Birində -8 aldıq, sol tərəfdə burada -8, burada isə 4 alındı. Deməli, Elxanın fikri doğru deyil. Aynurun fikrinə gəldikdə, Aynurda -2 minus 6 -8, -2 üzərinə gəl 6 bərabərdir -8.
Bəli, deməli Aynurun fikri də doğrudur. Yəni bizdə də kimin fikri doğru deyildir deyə Elxanın fikri. Vulkan ocağı dəniz səviyyəsindən 3 kilometr dərinlikdə. Dərinlikdə deyəndə bilirik ki, bunu -3 ilə qeyd edirik, yəni mənfi olur. -3. Onun zirvəsi isə dəniz səviyyəsindən 5 kilometr hündürlükdədir. Burada dəniz səviyyəsi, bu isə 5 kilometr hündürlük, yəni buranı da 5 qeyd edirik. Vulkan ocağının və vulkan zirvəsinin yerini mənfi və müsbət ədədlərlə ifadə edin. İfadə etdik. Vulkan ocağı -3, zirvəsi isə 5. Vulkanın zirvəsi ilə vulkan ocağı arasındakı məsafəni. Bayaq dedik ki, onların fərqinin modulu bərabərdir. Modul -8, o da 8. Və ya 5 minus -3 modulu, o da olacaq 5 üzərinə gəl 3 modul 8 bərabərdir 8-ə. 12 nömrədə buz kamerasının temperaturu -16 dərəcədən -24 dərəcəyə dəyişdirildi. Artdı, yoxsa azaldı? Azaldı. Nə qədər dəyişdi? İndi nə qədər dəyişdiyini müəyyən etmək üçün onların fərqinin moduluna baxaq da. Yəni -16 elə ki, bunlar arasındakı məsafəni tapan kimi. -16 minus -24'ün modulu, o da bərabərdir. -16 üzərinə gəl 24 modul 8, o da bərabərdir 8. Deməli bizə də deyir ki, temperaturu nə qədər dəyişdi? 8 dərəcə.